Bu vətən bizimdir. Bu vətəni belə saxlayırıq ki, Allaha çox şükür olsun. Sən olsan, mən olsam saxlayan var, aman da olsun Allah. Yalvarıram sizə. Başqaların fitvasına getməyək. Bilirsən nəyin hesabına qalır bu vətən? Bilirsən nəyin hesabına? Hər şey açıq deməyəcəm mən sana. Özün bir düşün. And olsun Allaha. İmperializm elə bir murdar formadır ki, pulum var, varım var, silahım var, partapart atıram, yürürüm. Ha, Urus'a ne inanmıştı o gemide, gemi oradan belə keçip partapart güllələdi. Ha, güllələyin onu. Urus niye gülləliyir? Kardeş, benim silahım var, öldüreceğim, kıracağım ve senin varını, dövlətini yiyeceğim. Bak o dövrdü, kurban olun size. Bu vətəni qorumaq için hamı el-ele verməlidir. Çok çətin bir dövrdə yaşayırıq, açıq deyirəm sizə. Çok çətin. Bir fikirləşin siz. Kapitalizm onun en murdar kuduz forması imperializm. Dünyada imperializmle mübarize yapan bir Erdoğan'dı. Təhid. Sen öyle gel, siyaseti qüvvəlidir xanım. Onun vətəndaşları onu qoruyur. Mən bir Moskvada olmuşam, bir Gədəbəydə, bir de Bakıda, heç arada olmamışdım. Türkiye gitmiştim, Bursa'ya. Oğlumun yanına gitmiştim. Oraya gidip gelenden sonra gelip kafedramızda deyirəm. Erdoğan, o meçirdine de arvadı bile, eline birliyor. Deyim, ben bunu başaraf Erdoğan, ne var bu arvad Almanya kim devletin başçısına eline birliyor. Ayın yıkılmasın. Amerika kimdi ya? Türk'ün yanında kimdi? Bilirsən, hələ Türkiye 1939. ildə Almanlarla müqavilə bağlayır. Bağlayır ki, birbirimize kömək eləyəcək. 39. ildə müqavilə bağlanılıb, nə olub?